Salam Leyla xanım. Salam. Xoş gəlmisiniz. Salam. İlkin olaraq sizdə ağız boşluğunun müayinəsi aparılacaq və mövcud problemlər aradan qaldırılacaq. MedHolding Diş Klinikası 1998-ci ildən fəaliyyət göstərir. Klinikada müntəzəm olaraq yenilənən texnologiya sayəsində dünya dental sektorunun bütün müasir metodları və xidmətləri mövcuddur. Klinika pasientlərə müxtəlif xidmətlər təklif edir. Çox gözəl. Biz sizdə ilkin stomatoloji müayinəni apardıq. Sizin müalicənizi biz birgə həyata keçirəcəyik. Doktor Rəhimə Əliyeva və Doktor İbrahim Əliyev. Biz sizin ağız boşluğunuzda olan problemləri daha dəqiq bilmək üçün rentgenoloji müayinədən istifadə edəcəyik. Gedək rentgen otağına. Mərkəzləşdirilmiş qeydiyyat, məsləhət və sanasiya, diaqnostik müayinə, ən yüksək standartlara cavab verən terapevtik müalicə, dişlərin təmizlənməsi və ağardılması, həmçinin klinikada diş sırası qüsurlarının çıxan və çıxmayan ortopedik konstruksiyalarla bərpası da ən yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə ən son dünya standartlarına cavab verən elastik əsaslı çıxan termoplastik protezlərdən, eləcə də metal keramik, metal pres keramik, metalsız keramik və zirkonium əsaslı keramik qapaqlardan da istifadə edilir. İlkin olaraq biz sizdə diş ətini müalicə etməyə qərara gəldik. Bunun üçün biz vektor aparatı vasitəsilə diş ətini müalicə edəcəyik. Eyni zamanda Doktor Rəhimə xanım sizdə diş daşlarını təmizləyəcək və dişləri airflow aparatı vasitəsilə ağardacaq. MedHolding klinikasında ən müasir diaqnostik avadanlıqlar sayılan panoram rentgen və videoqrafla təchiz olunmuş rentgen otağı və sterilizasiya bloku da mövcuddur. Eyni zamanda MedHolding diş klinikasında Azərbaycanda analoqu olmayan CAD/CAM sistemi ilə təchiz edilmiş texniki laboratoriyada fəaliyyət göstərir. Bütün bunlarla yanaşı klinikada uzun illərdir ki, çox müvəqqətiyyətlə fəaliyyət göstərən və implantologiya sənayesində dünya liderlərindən olan Dentium şirkətinin məhsullarından istifadə edən Dentium İmplant Mərkəzi həmçinin Almaniya, İtaliya və Amerika Birləşmiş Ştatları istehsalı olan yüksək keyfiyyətli ortodontik konstruksiyalarla işləyən ortodontik mərkəz də var. Bir sözlə MedHolding Diş Klinikası dünya dental sektorunun bütün yenilikləri və son metodları ilə xidmətinizdədir. Leyla xanım, biz artıq sizin ağız boşluğunuzda olan problemləri həll etdik. Buyurun, siz baxa bilərsiniz və öz fikirlərinizi bildirin, zəhmət olmasa. Çox xoşum gəldi. Sonra növbəti dəfə 6 aydan sonra yenə gələrəm. İnşallah. Çox razı qaldım sizdən. Çox sağ olun, minnətdarım. Buyurun, xoş idi bizə. İlk növbədə səfərimin məqsədi həmkarlarımla birlikdə biznes plan müəyyən etməkdir. Prinsipial olaraq Azərbaycan və Bakı bizim üçün mühüm bazardır. Çünki bu sahədə xüsusi inkişaf var. Biz çalışırıq ki, həmkarlarımızla birlikdə bu sahəni inkişaf etdirək. Sizdə çox gözəl mütəxəssislər və müasir avadanlıqlar var. Məqsədimiz onların məhsullarımızdan düzgün istifadəsini təmin etməkdir. MedHolding şirkəti ilə biz əsasən təhsil və təlim sahəsində məhsuldar iş aparırıq. Bura bizim mütəxəssislərimiz gəlir. Onlar mütəmadi olaraq dental klinikanın əməkdaşları üçün treninqlər keçirlər, mühazirələr oxuyurlar. Azərbaycanlı mütəxəssislərin öyrənməyə böyük həvəsi var və bu bizi sevindirir. Bizim Azərbaycan və Bakı ilə bağlı çox böyük planlarımız var. Əziz doktorlarım, Leyla xanımla işlər yetişdi. Biz Leyla xanımda müayinənin nəticəsi olaraq diş daşlarının təmizlənməsi, ətlərin tam təmizlənməsi və airflow vasitəsilə dişlərin tamam ağardılması həyata keçirildi. Leyla xanımda mövcud olan diş ət xəstəliyini vektor aparatı vasitəsilə tam şəkildə müalicə edirik. Bugünkü gün bizim klinikamızda gənc mütəxəssislərimizin içində ən çox formalaşmış və daha gənc yeniyetmə vaxtından bizimlə bərabər çalışan Rəhimə xanım və İbrahim müəllimin bugünkü xidmətlərindən mən 100% əminəm ki, pasientkamızın, xəstəmizin, Leyla xanımın ağız boşluğunda görülən işlərin ən yüksək səviyyədə təhvil verilməyinə bizim şübhəmiz yoxdur. Bir daha təkrar edirəm, bu bizim klinikamızın kredosudur. Bizim kredomuz xarici mütəxəssislərdən faydalanmaq deyil, dünyanın bütün müasir elmlərindən və texnologiyasından dental sektorda faydalanıb Azərbaycan xalqına ən yüksək səviyyədə xidmət göstərməkdir.